dini fədakarlıq kimi yox, mənfəətdən keçmə kimi yox, dini ehtiyac kimi tanıtdırmaq lazımdır ki, həqiqətdə də belədir. Din həyati bir ehtiyacdır, zərurətdir. Biz din təbliğini belə başlamalıyıq, istənilən adama. Universal dildə danışaq, insana müraciət eləyək. İstənilən insana belə başlayaq din təbliğ eləməyə. Din sənə xeyrindən keç demir bir kəlmədə. Din sənə deyir ki, xeyrə çat. Din sənə demir xeyrindən keç. Din deyir ki, bütün xeyirlərə çatdırım səni. Niyə növbə dinə çatanda deyir, mənfəətlərimi qoy qırağa, insanı qorxuduruq. Baxaq, Qurana, hədisləri yoxdur belə bir şey. Düzgün yozmaq, təfsir eləmək, şərh eləmək lazımdır. Dava mənfəət davasıdır. İnsanlar mənfəət üçün yaşayır. Bir dənə problem nədədir? Şeytan bu mənfəətə səhv ünvan göstərir. Bir xeyrin bundadır. Xeyrin yerini çaşdırır sadəcə. Yoxsa ki, hamı xeyrini dalıcadır. Heç kəs bir hünər eləməyib ki, nəsə bir mənəvi iş görüb. Hamı öz mənfəətinin dalıncadır. Məsələ bundadır ki, o xeyrə ünvanı düzgün təyin etmək. Şeytan sənin mənfəət adı ilə ziyana uğradır. Elə dünyada ikən.